Niye İsrail'le İran'ın arasındaki 13 günlük çatışmaya savaş dediler? Bizim 3 tane sözcüğümüz var. Savaş, çatışma ve atlaşma. Gücü de ayrı-ayrıdırlar. Məsələn, örneğin biləcək, Rusiya ilə Ukrayna arasında bəzi şəhərlərdə savaş var. Ya Filistin ilə İsrailin arasında savaş vardır. Savaş ondadır ki, topxana işə düşər. Və ya demək olar, savaş ondadır ki, həm nizamların, həm məmuli elin əmniyyəti canlıları yoxdur. %100 siz deyəməzsiniz ki, elin əmniyyəti var, nizamların yox. Savaş ondadır. Topxana da ki işə düşür. Topxana biz ki topu atırıq, mütməyin deyək ki, bu gəlib hədəfə dəyəcək. O əl ola bilər. Amma atlaşma nədir? Atlaşma hədəflə fəqət nizamların arasında olan savaşdır. Nizamların arasında olan vuruşmadır dərvaqə. İndi atlaşma ondadır ki, məsələn, mən muşəhlə dəqiq nöqtəzəni halətdə birin bir nizam payqağını vuram. Ya biri jetlə gələr, birin vuram. Çatışma da ondadır ki, bunların ikisinin arasında da təqdir. Yəni, düzdür ki, hədəflə vurulur. Amma ehtimalı sədəmi, məmuli el də burada atışmada vardır. Buna görə İranla İsrailin arasında olan savaş deyil, çatışma idi. Amma niyə biləsən savaş dedir? Bir, o bəzə buna savaş dedilər ki, viewer qazanırlar özlərinə. Amma mühüm nədən bu idi? Siyasətdə hər növ savaş, hər növ müşkül ki, dövlətdə vardır. Behtərin himayət öz elin himayətidir. Bəs buna görə ki, İran və İsrail ikisi də öz ellərinin himayətlərini cəzb eləyirlər və cəlb eləyirlər. Nə elədilər? Buna dedilər savaşdır, böyütdülər, buzu vuracaqlar, buzu vuracaq, ta cəmaət özlərinə bir olsun. Da elə olmuşdu ki, yadınızdadır. İndi də hələ idaməsi var. Bamadoru deyildi, mən Bamadorun qiymətini qozlamışam, çünki savaş vardı. Bu həddəcən cəmaət dərgir olmuşdular. Bu iştibahtır. Bizim bu 13 gündə savaşımız olmadı. Bizim bu 13 gündə çatışmamız oldu. Və mütəəssifanə iki tərəfin də eli bu siyasətə yəm oldu.